Analitik təhlil imtahanını uğurla keçən namizədlərin diqqətinə. Yüksəliş müsabiqəsinin növbəti mərhələsi olan idarəetmə bacarıqları imtahanı 1 iyun tarixində keçiriləcək. İmtahan 2 sessiyadan ibarət olacaq. 10:00-da başlayacaq sessiyada iştirak edəcək namizədlər üçün imtahan mərkəzində qeydiyyat 9:00-dan 9:45-ə kimi aparılacaq. 16:00 sessiyasının iştirakçıları isə imtahan mərkəzinə 15:00-dan 15:45-ə kimi gələ bilərlər. Xatırladaq ki, qeydiyyat üçün ayrılmış vaxtdan sonra imtahan məkanına yaxınlaşan namizədlər imtahana buraxılmayacaqlar. İmtahanın keçirilmə vaxtı və yeri ilə bağlı buraxılış vərəqəsi hər bir iştirakçının şəxsi kabinetində yerləşdirilir. Buraxılış vərəqəsini imtahandan öncə çap etmək və ya telefona yükləmək zəruridir. İmtahan mərkəzinin girişində şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsinin QR kodunu və ya çap halını təqdim etmək tələb olunur. İdarəetmə bacarıqları imtahanı 3 saat 45 dəqiqə davam edəcək. İmtahan situasiya mühakimə testləri blokunda 2 saat ərzində 62 tapşırıq, emosional zəka blokunda 1 saat 45 dəqiqə ərzində 60 tapşırıq olmaqla cəmi 122 tapşırıqdan ibarət olacaq. Situasiya mühakimə testləri blokunda maksimal mümkün xam bal 76, emosional zəka blokunda isə 92-dir. Situasiya mühakimə testi 2 hissədən ibarətdir. Birinci hissə orta səviyyəli rəhbərlərin, middle management qarşılaşa biləcəyi problemlərin əks olunduğu situasiyalardan ibarətdir. Bu hissədə 30 tapşırıq verilir və iştirakçı burada maksimum 36 xam bal toplaya bilər. İkinci hissədəki tapşırıqlar isə əsasən yüksək rəhbər vəzifələrdə olan şəxslərin qarşılaşa biləcəyi mürəkkəb, geniş miqyaslı və strateji düşüncə tələb edən situasiyaları əhatə edir. Bu hissədə 30 tapşırıq verilir və iştirakçı maksimum 40 xam bal toplaya bilər. Emosional zəka aləti isə müxtəlif situasiyalar fonunda emosional dərk, özünü tənzimləmə, empatiya və sosial münasibət bacarıqlarını qiymətləndirmək məqsədi daşıyır. Qeyd edək ki, emosional zəka blokunda yeni sual növləri mövcuddur. Bunlara audio və video suallar daxildir. İmtahan zamanı yeni sual tipləri üçün qulaqlıq, o cümlədən qeydlər aparmaq məqsədi ilə vərəq, qələm, həmçinin su ilə təmin ediləcəksiniz. Bütün sualları cavablandırdıqdan sonra hamısını göndər və testi sona çatdır düyməsini klikləmək zəruridir. Əks halda imtahan nəticələri hesablanmır. Ayrılan vaxt bitdikdə sistem avtomatik imtahanı sona çatdırır və tapşırıqlara geri qayıtmaq imkanı vermir. İmtahan sonlandıqda iştirakçılar doğru cavablandırdıqları sualların sayını və topladıqları xam balları qiymətlər bölməsində görə bilərlər. Xatırladaq ki, idarəetmə bacarıqları imtahanının nəticələri doğru cavabların sayı ilə deyil, xam ballar əsasında formalaşacaq, T bal şkalası ilə hesablanacaq. İmtahan bitəndən sonraki 5-7 iş günü ərzində iştirakçılara nəticələrlə bağlı müvafiq hesabat göndəriləcək. Diqqətinizə çatdırım ki, imtahanın mürəkkəbliyini və yeni sual növlərini nəzərə alaraq iştirakçıların imtahandan öncə şəxsi kabinetdə yerləşdirilmiş imtahan qaydaları ilə daha ətraflı tanış olmağı zəruridir. Yüksəlişdə iştirak edən hər kəsə uğurlar. Yüksəliş sizinlə davam edir.